Meymun mu ağıllıdır yoksa benim arkadaşım mı? Ben hazır değilim ama bir gelsin. İlk sualımız. Boş bir stəkanın içine neçə dənə fındıq qoya bilərsən? Stəkanın içine fındık niye koyuram ki? Yox, sual elə deyil, qoymalısan. Sadəcə boş bir stəkanın içinə neçə fındıq qoya bilərsən? Telefonumuz əyildi, pizza gülləsinə döndük yan. Boş bir stəkandır. Hə, İçinə neçə fındıq qoya bilərsən? bilmirəm. Bir dənə. Çünki bir dənə qoyandan sonra artıq dolu olur. Yaxşı, gülün. Next. Bir adamın cibində 50 manat var. Mağazadan 50 manatlıq mal alır. Satıcı da ona 50 manat qaytarır. Bu necə olur? 100 manat verir. Qəşəng. Balam ağıllıdır. Bugün zeka seviyem ölçülür. Hə. Musa gəmisinə hər heyvandan neçə dənə götürmüşdü? Musa gəmisində hər heyvandan neçədən götürmüşdü. Necə pis cavabı var gülür deyə, amma bilmirəm. Gözdə fikirləşir. Videoda da çox fikirləşmək olmur. Mən də yandan, sən düşün. Hə. Musa gəmisinə hər heyvandan bir dənə götürmüşdü. Neçə dənə götürmüşdü? Sual budur. Bir dənə. Gəmi Musa'nın deyildi, Nuhun gəmisi idi. Allah hamd olsun yoxdur da belə bir şey yəni. Çox shit zarafatlardır. Çox qarışıq temaları bir-birinə bağlı. Mən nə bilim söhbət o gəmidən gedir. Daha sadə bir sual verirəm. Hı. Sənə məxsusdur, amma başqaları səndən daha çox istifadə edir. Bu nədir? Mənə məxsusdur, başqaları məndən daha çox istifadə edir. Hı. Pas. Adın. Yaxşı, bu biraz məntiqli idi, nəysə. Meymun məndən daha zəkidir şu an. 9 il öncə dünyaya gəlmiş olsaydın neçə yaşın olardı? Dünyadaydım da elə. Değildim ki. Mən bilmirəm, mən həyatımda Studiyamızda qonağımız belə var, bir şey Sibel. De görüm. oynayıram. Düz deyir, 9. 9 il öncə doğulmusansa demə 9 yaşın var da. Gör otaqda 4 künc var. Hər küncdə bir pişik oturub. Hər pişiyin də qarşısında 3 pişik var. Otaqda neçə pişik var? Aa, çox. Bir də deyim. Bir də Bir otaqda 4 künc var. Hə, Hər küncdə bir pişik oturub. oldu 4. Hər pişiyin qarşısında 3 pişik var. Otaqda neçə pişik var? Hovuz məsələlərinə döndü. Amma sən cavab başda edirəm. Yəni deyili bəs. 4. Yes. Görsən. Küçük bir goril olabilirsin. Deyir ki, bir dilsiz diş fırçası almaq istəyəndə fırçalama hərəkətini göstərərək bunu satıcıya izah edir. Bəs bir kör günəş gözlüyü almaq istəsə, bunu necə izah edər? Əli ilə göstərir, nə edir? Belə falan. Kördür da, amma dili var, axı danışa bilər. Bugün yəni bəlli oldu ki, mənim zəka səviyyəm yerlərdedir. Çox sağ ol məni insanlara bir belə deyim üçün. Part 2-də sən məni rəzil edəcəksən.